Salam əziz tələbələr. Deməli bugün qabarıq çoxbucaqlı nədir? Onun haqqında məlumat verəcəm. İlk növbədə çoxbucaqlının öz haqqında, yəni çoxbucaqlı nədir onun haqqında bir tərif və son bir şey deyək. Sadə qapalı sınıq xəttin qonşu tərəfləri bir düz xətt üzərində yerləşmirsə. Yəni ümumiyyətlə çoxbucaqlı qapalı sınıq xəttdir də. Çoxbucaqlı qapalı sınıq xəttdir. Qapalı amma olmalıdır. Və bu sınıq xəttin təbii ki, tərəfləri bir düz xətt üzərində yerləşməməlidir, qapalı olmalıdır. Belə fiqura çoxbucaqlı deyilir. Məsələn, dördbucaqlı, paralleloqram və s. Yəni, baxın, deməli, deyək ki, götürürsünüz, sınıq xətt nədir? Götürdünüz bir dənə nöqtədən, xətt çəkdiniz və burada dayandırdınız. Sonra davam edirsiniz, bunu buradan sındırdınız. Davam edirsiniz bu tərəfə və burada dayandırdınız. Davam edirsiniz belə, dayandırdınız. Bu sınıq xəttdir. Amma bu sınıq xəttdə biz çoxbucaqlı deyə bilmərik. Niyə? Çünki qapalı deyil. Bunun çoxbucaqlı olması üçün bu qapalı olmalıdır. Bir şəkildə biz bunu yəni əvvəl-axır qapamalıyıq. Orada da bir şey yarandı, ev yox. Deyək ki, buna artıq çoxbucaqlı deyə bilərik. Çünki bu son nəticədə gəlib qapandı. Və onun deyir ki, qonşu tərəfləri, bu tərəflə bu tərəf bir düz xətt üzərində deyil. Bu tərəflə bu tərəf bir düz xətt üzərində deyil. Təbii ki, bir düz xətt üzərində ola da bilməz. İndi qabarıq çoxbucaqlı nədir? Qabarıq çoxbucaqlı onun bir tərəfindən, bax, çoxbucaqlının hər hansı bir tərəfindən bir düz xətt keçirirsiniz. Yerdə qalan bütün tərəfləri, yəni ümumilikdə fiqur özü həmin düz xəttin bir tərəfində qalırsa, belə çoxbucaqlıya deyilir qabarıq çoxbucaqlı. Yəni, bax, məsələn, deyək ki, kvadratı götürək. Bildiyimiz ən sadə çoxbucaqlı, dördbucaqlı deyək ki, kvadratı götürək. Kvadratın yuxarı tərəfindən deməyək, tərəfindən deyək. Kvadratın yuxarı tərəfindən bir dənə düz xətt keçirdək və yaxud tərəfin çıxıntılarını yaradaq da, uzadaq, sağa sola uzadaq. Kvadrat həmin düz xəttdən aşağıda qalacaq. Yəni, neynəyəcək? Düz xəttin bir tərəfində, aşağı hissəsində qalacaq. Kvadratın hər hansı bir hissəsi o düz xətdən yuxarı çıxa bilməz. Həmçinin sol tərəfində uzatsaq, artıq da çıxıntılarını yaratsaq, kvadratın digər tərəfi, ümumilikdə kvadrat özü, həmin o düz xəttin, həmin o uzatdığımız tərəfin sağ tərəfində qalacaq. Kvadratın hər hansı bir tərəfi ondan sonra çıxa bilməyəcək. Bax, bu cür çoxbucaqlılara qabarıq çoxbucaqlılar deyilir. Əgər çoxbucaqlının hər hansı bir tərəfindən düz xətt keçirəndə, onun balaca bir hissəsi, hər hansı bir hissəsi o düz xəttin başqa bir tərəfinə keçdisə, belə çoxbucaqlı qabarıq olmayan çoxbucaqlı olacaq. İndi gəlin bunu misallar üzərində göstərim. Deyək ki, bir dənə çoxbucaqlı çəkirəm. Belə. 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 Və nəhayət belə. Neçə bucaqlı oldu bu? 1, 2, 3, 4 və 5 bucaq. 5 bucaqlıdır bu. Bir dənə də başqa bir çoxbucaqlı çəkirəm. Belə. 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 Və belə. Bu da bir çoxbucaqlıdır. İndi bu çoxbucaqlılardan hansı qabarıqdır, hansı qabarıq deyil. Sol tərəfdəki çoxbucaqlı, həmin bu 5 bucaqlı qabarıq çoxbucaqlıdır. Sağ tərəfdəki çoxbucaqlı isə qabarıq olmayan çoxbucaqlıdır. Niyə? Dediyimiz tərəfə görə. Dedik ki, çoxbucaqlının hər hansı bir tərəfindən düz xətt keçirsək, məsələn, deyək ki, bunun bu tərəfindən bir düz xətt keçirdirəm.
Gəlin keçirdək. Buradan bir düz xət. Deməli, buradan bir dənə düz xət keçirdim. Deyək ki, bu düz xətdir. Baxın, yerdə qalan bütün tərəfləri fikir verin. Yerdə qalan bütün tərəfləri bu düz xəttin bir tərəfində, yəni bax, bu tərəfə keçmədi ki, bu tərəfə heç bir, bu çoxbucaqlıya aid olan heç bir element bu düz xəttin sağ tərəfinə, bax, bu tərəfinə keçmir. Düzdür? Bütün qalan tərəfləri, yəni ümumilikdə fiqur özü bu düz xəttin yalnız bir tərəfində qaldı. Həmçinin bu çoxbucaqlının digər tərəflərindən, bu tərəfindən də bir düz xət keçirdirəm. Fikir verin. Çoxbucaqlının, yəni bu beşbucaqlının yerdə qalan bütün tərəfləri bu düz xəttin yalnız bu istiqamətindədir. Yəni, belə deyək, sağ istiqamətindədir. Sol istiqamətində bu beşbucaqlıya aid hər hansı bir element yoxdur. Həmçinin digər tərəflərdən də bu düz xəttləri keçirsə, görəcəyik ki, çoxbucaqlının qalan bütün hissələri bu düz xəttlərin yalnız bir tərəfində qalır. Fikir verin, yalnız bu tərəfində qalır. Belə çoxbucaqlılara deyilir qabarıq çoxbucaqlı. Amma digər çoxbucaqlıya baxaq. Məsələn, bu çoxbucaqlının bir tərəfindən bir dənə düz xətt keçirdirəm. Fikir verirsiniz, bu çoxbucaqlının bir tərəfindən düz xətt keçirdim. Qalan bütün hissələr qaldı düz xəttinin, deyək ki, bu sağ istiqamətində. Sol istiqamətində bu çoxbucaqlıya aid hər hansı bir element yoxdur. Yəni, bu xüsusiyyətinə görə buna qabarıq çoxbucaqlı deyə bilərik. Amma bu qayda bütün tərəflərdə ödənməlidir. Məsələn, burada da ödənir. Burada da ödənir. Bu tərəfdə də ödənir. Bu tərəfdən də düz xətt keçirsəm, ancaq sol tərəfində qalır. Amma, bax, bu tərəf, belə bir tərəfi var bunun. Baxın. Bax, bu bir tərəfidir də, həmin çoxbucaqlının. Buradan mən bir dənə düz xətt keçirdim. Keçirdim, uzatdım bunu. Fikir verin, nə baş verdi? Deməli, çoxbucaqlının əksər hissəsi sağ tərəfində qaldı, amma bir hissəsi hara keçdi? Düz xəttin sol tərəfinə keçdi. Bax, çoxbucaqlının əksər hissəsi düz xəttin sağ tərəfində qalır, amma bir hissəsi, kiçik bir hissəsi, bax, bura düz xəttin sol tərəfinə keçdi. Bax, bu artıq bu çoxbucaqlının qabarıq olmamasına dəlalət edir. Yəni, qabarıq çoxbucaqlının bütün tərəflərinə aid olmalıdır bu qayda. Yəni, bax, fikir verin, burada sol tərəfdəki şəkildə bütün tərəflərindən düz xət keçirsəniz, görəcəksiniz ki, beşbucaqlının qalan bütün tərəfləri həmin düz xətdən bir istiqamətdə qalır. Hər hansı bir hissəsi sağa ya da sola çıxmır. Amma burada nə oldu? Çoxbucaqlının bir hissəsi düz xəttin əks istiqamətinə, digər istiqamətinə keçdi. Bu qədər, ümidvaram, aydın oldu, qabarıq çoxbucaqlının olduğu. Növbəti videolarda görüşərik. Sağ olun.